Bakıda müşahidə olunan yağıntı son 59 ilin rekord göstəricisidir. Bunu Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud hava şəraiti ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıda sonuncu dəfə 1966-cı ildə rekord həddə yağıntı qeydə alınıb. Son 15 saat ərzində düşən yağıntıların miqdarı Bakı şəhəri və Abşeron yarımadasında 57 mm-dir ki, bu da aylıq normadan 2 dəfə artıqdır. İllik norma ilə müqayisə etdikdə isə bu illik normanın artıq 22%-ni göstərir. Bu isə özlüyündə çox böyük bir rəqəmdir. Eyni zamanda bölgələrimizdə də belə yağıntılı hava şəraitini biz müşahidə etməkdəyik. Bölgələrdən asılı olaraq əsasən Böyük Qafqaz ərazisində, Kiçik Qafqaz ərazisində düşən yağıntıların miqdarı aylıq normanın artıq 2-3 dəfə artıq normadan yüksək olduğu müəyyən edilmişdir. Xidmət rəsmisi sel təhlükəsi barədə də danışıb. O insanları diqqətli olmağa çağırıb. Belə intensiv, güclü leysan xarakterli yağışların təsiri nəticəsində ölkə ərazisində çaylarda yüksək sululuğun davam etdiyi müşahidə edilir. Eyni zamanda səhər saatlarından başlayaraq ölkəmizin bəzi çaylarında sel və daşqın hadisəsi müşahidə edilməkdədir. Əsasən Qudyal çayda, Qabırlı çayda, eyni zamanda Ataçayda və Şabran Gilgir çayda, eyni zamanda Dəvəçi çayda da sel hadisəsi müşahidə edilmişdir. O digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin son 100 illik hidrometeoroloji statistik məlumatlarının təhlilinə əsasən Bakıda və Abşeron yarımadasında 1966-cı ilin aprelin 23-də 73,3 mm yağıntı düşüb. Bu da aylıq normanın 317%-ni təşkil edib. İslam Məşrəfov, Vüsal Cəfərov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.